Ha, önləri xüsusi olaraq özü pörtleme pişirmişəm. Pörtleme buna Zəngilanlı pörtleme deyirlər. Ya Allah bismillah. Bak 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 bak. Ah. Burada deməli bak 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 belə bir şeydir. Zəngilanski pörtlətmə. 3 cür biber, kartof, soğan, bundan sonra kök, mal əti, kişniş. Süper bir yemekti, süper yemek. Bak 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 bak. Ha bak. Ağzım bağlayak, yaxşı bişsin.